Space xəbərə baxırsınız. Paytaxtın Nəsimi rayonu Mircəlal küçəsində ölümlə nəticələnən cinayət hadisəsi qeydə alınıb. Kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha ətraflı sujetdə. Obyektlər o tərəfdə şeydir, evin yanında obyektlərdə, qonşularda. Necə olub, nə eşitdiniz? Arvadı vurub bir də sonra özünü vurub. Paytaxtın Nəsimi rayonunda ağır cinayət hadisəsi törədilib. Hadisə günorta saatlarında Mircəlal küçəsində yaşayış binalarından birinin qarşısında baş verib. İlkin məlumata görə Zəhər Qəhrəman adlı şəxs keçmiş həyat yoldaşı Amaliya Qəhrəmanova ilkin öncə atəş açıb, daha sonra elə həmən ov tüfəngi ilə özünü də yaralayıb. Hadisəni törətməkdə şübhəli bilinən Zəhər Qəhrəmanov polis əməkdaşı tərəfindən saxlanılıb. Hadisə şahidlərinin sözlərinə görə Zəhər Qəhrəmanovla Amaliya Qəhrəmanova arasında əvvəlcə mübahisə yaranıb. Daha sonra Zəhər Qəhrəmanov üzərində olan ov tüfəngi ilə keçmiş həyat yoldaşına öldürmək məqsədi ilə atəş açıb. Hadisədən dərhal sonra əraziyə polis, prokurorluq əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaların birinə çatdırılıb. Hadisə yeri təhlükəsizlik məqsədi ilə lentə alınıb və polis tərəfindən nəzarətə götürülüb. 9 iyul 2026-cı il tarixində saat 16:30 radələrində təcili tibbi yardım briqadası tərəfindən bir nəfər kişi cinsli müştərək travma diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları ilə təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır. Rəşad Vəkiloğlu, Vəfa Abdullayeva, Hikmət Quliyev, Space xəbər.